Deyəcək çox bir söz yoxdur da, hər şeyin özü də şahid oldunuz. Qismət beləmiş. Başqa deyəcək bir söz yoxdur. Hücum satışmazlığı hissi olunur mu komandada? Ehtiyac var mı sence? Bu cür oyundan sonra nəyəsə ehtiyac var deməyə söz yoxdur. Nəyə ehtiyac olacaq? Bunun artıq nə demək lazımdır? Buran ayaqdan. Buran ayağının adiyyəti yoxdur. Top boş qəpə düşə bilir. Ayağım nəysə də belə 2-90 dəqiqədə bir dənə gol epizodu vermədi rəqibə, amma mərhələni keçmədi. Bir dənə gol epizodu yoxdur. Burada gol epizodu deyildi, amma qismətdir də, nə? Əkrana irad bildirmirdim, sadəcə ondan epizoddan əvvəl demişdim. Ortaya daha çox düşkünən. Onu deyirdim ki, bəlkə düşsəydim çatardım. Qarabağ nəyə görə məğlub? Nə mərhələ keçənmədi? Mərhələni sırf qismətlə bağlayıram. Yəni başqa diləcə söz yoxdur. Bu boyda 90 dəqiqə hücum, bu boyda hücumlar qurub. Olun ki. Bu qədər əziyyət çəkirsiz, bu qədər epizodda yaranır. Hər bir şeydə xeyir var deyə üstündən keçə başqa deyiləcək söz yoxdur. Bu qədər təsirləndiyin bir oyun olub. Inter'in oyunu ağır sayılırsa Inter'den saymasam yani bundan ağır oynamamıştı. Bu kadar rahat gedən, bu kadar her şey yaxın olduğumuz anda bir dənə baş zərbəsindən hər şey söndü. Əlbəttə də tez döyürdü bu qədər Yox, hamısı yerindəydi. Oyunu biz nəzarət edirdik. Yenə də 80 dəqiqə keçmişdi. Yenə top bizdəydi, hücum bizdəydi. Bu momentləri biz yaradırdıq. Yəni rəqib heç nə eləmirdi. Bir dənə heç nə, bir dənə bal olacaq. Hər şey sonunda. İnter'də yaxındır, yəni sən də yaxınlaşdın ona. Oyunu davam etdirən məncə qabaq sənə yaxınlaşdın. Çox yorulduğunu dedi. Yəqin ona görə məqsəddən əvəzlədi. Məsələn, son dəqiqələrdə hücuma keçməniz şəxsi təşəbbüs. Yox, Qurban mənə baxdım, Qurban mənə irəli keçdi. növbəti Avroliqanın play-offuna hazırlaşmaq necə çətin olacaq belə vəziyyətdən sonra? Yəni psixoloji baxımdan. Komanda hamı razılaşdı da çox aydın məsələdir. Bəlkə başqa cür hesab geçsəydi, başqa cür məğlub olsaydı bu qədər təsir eləməzdi. Amma bu cür hər şey yaxın olduğunu onda illərlə də əziyyət çəkib Çempionlar Liqasında qrupuna düşmək istəyir. Bu qədər yaxın olduğumuz anda hər şey yox oldu.